Salam əziz izləyicilər. Bugün test izahımızın davamına baxırıq. Video keçməzdən əvvəl kanalımıza abunə olmağı, bəyənib rəy yazmağı və paylaşmağı unutmayaq. Həmçinin onu da qeyd edim ki, onlayn dərslərimizə qeydiyyat davam edir. Bunun üçün 051 309 61 68 nömrəsinə yazaraq dərslər haqqında ətraflı məlumat ala bilərsiniz. 141-də şapalaq sözündə sözün sonundakı q, x kimi tələffüz olunacaq. Düzgün fikirləri müəyyən edin deyir. Yazışı və deyişi fərqlənir, doğrudur. Saitlərin hamısı qalın, dodaqlanmayan açıqdır. Bəli, A saiti. Samitlərin ikisi cingiltili, deməli L cingiltilidir, Ş, P, X çardır. Xeyr, ikisi cingiltili deyil. Ahəng qanunu pozulub, xeyr pozulmayıb. Qalın saitlərin ahəngi var. Kar samitlə başlayıb, kar samitlə bitir. Bəli, Ş ilə başlayıb, X ilə bitir. Deməli 1, 2, 5 doğru cavab. 142-də həyəcanla nan şəklində sözün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Səslərin sayı hərflərin sayına bərabərdir. Xeyr, çünki səs burada artdı. Bir səhvdir. 2 qalın, açıq və həyəcanla 2 incə, açıq sait səs var. Bəli, doğrudur. 4 samit səsin qarşılığı yoxdur. Baxaq, H-nın, N-nın, deməli H, N-nı, N. Aha, 4 dənəsinin qarşılığı yoxdur. Bəli, doğrudur. Ahəng qanunu gözlənilmişdir. Xeyr, gözlənilməyib. Çünki həm incə, həm qalın sait var. Yazışı və tələffüzü fərqlənir. Bəli, doğrudur. Cavab olacaq 2, 3, 5. Məhsuldarlıq. Səhv fikri deyil. Orfoqrafiyası ilə orfoepiyası eyni deyil. Bəli, eyni deyil. Çünki fərq var. Qarşılığı olmayan 5 samit var. Baxaq, deməli H, L, R, R. Deməli 4 samit var. Yanlışdır. Daha yo bir dəqiqə. M da var. M, H, L, R, R. 5 samit var. Bəli, bu da doğrudur. Sonra 6 cingiltili 2 kar samit var. Baxaq, 6 H, S, X 3 kardır. Xeyr, yəni 2 kar samit yoxdur. 3. Ahəng qanuna tabedir. Tabe deyil. 1 incə uzun sait var. Məhsuldarlıq uzun sait yoxdur. Olacaq cavab 3, 4 və 5. Aha. Sonra 144-də mehribanlıq. Aha. Düzgün fikirlər soruşur. Yazışı və tələffüzü fərqlənir. Doğrudur. Ahəng qanunu ikinci hecada pozulub. Xeyr, ikinci hecada pozulmayıb. Çünki E incədir, I də incədir. 3 də artıq pozulub. Çünki A qalın sait gəlir. Qarşılığı olmayan bir kar samit var. Samit səs var. Mehribanlıq, aha, H var, doğrudur. 5 cingiltili bir kar samit var. Deməli, burada H kardır, X da kardır. Ona görə də bir kar yox, 2 kar samit var. 4 səhvdir. Cingiltili samitlə başlayıb, kar samitlə bitir. Bəli, M ilə başlayır, X ilə bitir. Olacaq 1, 3 və 5. Prodüser, prodüser sözünün fonetik xüsusiyyətlərə bağlı düzgün fikir bizdən soruşur. Yazışı və deyiliş arasında bir fərqli məqam var. Bəli, doğrudur. 2 dodaqlanan sait işlənmişdir. A, xeyr, 1 dodaqlanan sait var. Ü, yanlışdır. Sonra 2 kar, 3 cingiltili samit var. Baxaq, deməli P kardır, S kardır. R, D, R cingiltilidir. Doğrudur. 3 hecalıdır. Vurğusu ilk hecadadır. Prodüser, deməli vurğu ikinci hecaya düşür. Sonra qarşılığı olmayan 2 samit işlənmişdir. R var və deməli R, bir də R. Doğrudur. 2 samit var qarşılığı olmayan. Deməli doğru cavab oldu 1, 3, 5. Aha. Potensial, deməli A kimi tələffüz olunur. İ ilə də A-nın arasına Y səsi artırılır. Potensial. Deməli bu formada tələffüz olunur. Səhv fikri müəyyən edin. Yazışı ilə deyiş arasında 2 fərqli məqam var. Bəli, doğrudur. Sonra səs düşümü müşahidə olunur. Xeyr, səs artımı müşahidə olunur. Saitlərdən biri dodaqlanandır. Baxaq, potensial sözündə xeyr, dodaqlanan sait yoxdur. 4 hecalıdır. Bəli, 4 saiti var. Vurğusu son hecadadır. Potensial, aha, axıra düşür. Hər hecanın tərkibində kar samit var. Pa, ten,
Potensial. Xeyr, axırıncı hecanın tərkibində kar samit yoxdur. Potensial. Axırda cingiltili samit var. Ona görə cavab olacaq 2, 3, 5. Demokratiya A kimi tələffüz olunacaq. Bu da K kimi tələffüz olunacaq. Demokratiya. Vurğu da A-nın üstünə düşəcək. Düzgün fikirlər soruşur bizdən. Dodaqlanan sait səs işlənməmişdir. Deməli, dodaqlanan sait səs işlənməmişdir. Düz deyir. Bir doğrudur. Həm açıq, həm də qapalı saitlər işlənmişdir. Bəli, açıq da var, qapalı da var. 2 də doğrudur. Sözün yazılışı və deyilişi fərqlənmir. Xeyr, 2 fərq var. Üçüncü hecadakı A saiti uzun tələffüz olunur. Bu sözdə ümumiyyətlə uzanma yoxdur. Əksinə vurğulu tələffüz olunur. Vurğu sözün üçüncü hecasındadır. Bəli, bayaq da yazdım. Demokratiyada vurğu 3-ə düşür. 1, 2, 5. Səbir. Səbirlə. Deməli, doğru fikri müəyyən edin. Düzgün səslərin sayı hərflərin sayından çoxdur. Doğrudur. Samit səslərdən ikisinin kar qarşılığı yoxdur. Baxaq, səbirlə. Səbir yox, üçünün r, n, n, üçünün qarşılığı yoxdur. Ona görə bu səhvdir. Sait səslərdən heç biri uzanmır. Doğrudur. Səs düşümü müşahidə olunur. Xeyr, səs artanı müşahidə olunur. İncə saitlərin ahəngi var. Bəli, cavab olacaq 1, 3, 5. 149-da bənövşə sözü olduğu kimi tələffüz olunacaq. Bənövşədə çünki v düşmür, ö də uzanmır. Doğru fikir. Yazışı və tələffüzü fərqlənmir. Doğrudur. 6 səs 7 hərfdən ibarətdir. Xeyr. 1 kar 3 cingiltili var. Baxaq. 1 kar ş, n, v, b cingiltilidir. Doğrudur. Ə incə dodaqlanmayan açıq, ö incə dodaqlanan açıq saitdir. Belə dodaqlanmayan doğrudur. Vurğusu sözün ilk hecasındadır. Xeyr, bənövşə sözündə vurğu axırıncı hecanın üzərinə düşür. Yəni axırıncı ənin üstünə. 1, 3, 4. Sonra 150. Aqronom. Aqronom vurğu da axıra düşür. Düzgün fikirlər soruşur. Yazışı və deyilişi fərqlənmir. Yanlışdır. 7 səs 7 hərfdən ibarətdir. Doğrudur. Saitlərdən ikisi dodaqlanmayan A, açıq, qalın, biri isə dodaqlanan açıq, qalın saitdir. Doğrudur. Samitlərdən hamısı kar qarşılığı olmayan cingiltili samitlərdir. Kar qarşılığı, xeyr, aqronomda q kar qarşılığı var. Yanlış fikirdir. 3 hecalı sözdür. 1, 2, 3. 3 sait var. 3 heca var. 2, 3, 5. Bəli. Sonra 151-də poliqrafik K kimi tələffüz olunur. Poliqrafik düzgün fikirlər. Yazışı və tələffüzü fərqlənir. Doğrudur. O dodaqlanan qalın sözdə o səsi yoxdur. Hərf və səslərin sayı bərabərdir. Doğrudur. Vurğu sözün son hecasına düşür. Poliqrafik bəli axıra düşür. Tərkibindəki bütün saitlər açıqdır. Xeyr, i saiti qapalıdır. 1, 3, 4. Sərt sərt dəyişmək kimi. Sözünün fonetik xüsusiyyətlərə bağlı səhv fikri müəyyən edin. R, l, m cingiltili. Sözdə l səsi yoxdur, çünki o tələffüzdə d səsinə keçir. Cavab olacaq 1, yanlışdır. Kar samitlə başlayıb kar samitlə bitir. Doğrudur. Cingiltili samitlərin kar qarşılığı yoxdur. Cingiltili samitlərin niyə ki d-nın məsələn kar qarşılığı var. Ona görə də 3 səhvdir. Götürür də 3 səhv olduğuna görə. Sonra t kar samitdir. Cingiltili qarşılığı d-dır. Doğrudur. Ahəng qanunu gözlənilmişdir. Bəli, bu da doğrudur. Deməli, bizə yanlış olan deyilsə, cavab olacaq 1, 3. 53-də deməli, sanmaq, n-dan sonra m gələndə m kimi tələffüz olunur. Q da olacaq x, sanmaq. Səhv fikri soruşur. Yazışı və tələffüzü fərqlənir. Doğrudur. N və m cingiltili samitlərdir. Sözdə n səsi yoxdur. 2. S kar samitdir. Doğrudur. İkinci hecadakı m və q cingiltili samitlərdir. Deməli, ikinci hecadakı m və q yoxdur axı burada. Deməli, sözdə
X səsidir. Deməli bu yanlışdır. Vurğusuz son hecadadır. Bəli, doğrudur. Deməli 2 ilə 4. Dövlətli sözündə dövlətli olacaq. Səslərin sayı hərflərin sayına bərabərdir. Doğrudur. Yazışı və tələffüz arasında fərq yoxdur. Xeyr, var. 3 cingiltili, deməli d, cingiltili v, cingiltili l, d. 4 cingiltili var. Deməli bu səhvdir. 3 hecalı sözdür. 1, 2, 3, bəli 3 saytı var. 2 açıq, ö, ə, 2 açıq, hə, incə, 1 qapalı, incə sayt var. Bu da doğrudur. Quraqlıq illəri birləşməsinin birinci tərəfin fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Quraqlıq özündən sonra sayt gəldiyinə görə bu olacaq quraqlıq illəri. 3 müxtəlif səs eyni hərflə ifadə olunub. Deməli, bəli, q, x, q eyni hərflə ifadə olunub. Doğrudur. Q samitinin kar qarşılığı var. K-dır, o da yoxdur, yanlışdır. Kar cingiltili samit cütlüyü vardır. Deməli, q, x, bəli, var. Cingiltili samitlə başlayıb kar samitlə bitir. Xeyr, ilə cingiltili samitlə bitir. 2 açıq, quraqlıq, 1 qapalı sayt. Xeyr, 2 qapalı, 1 açıq sayt var. Bu da yanlışdır. Təvəqqi, k, birinci olacaq k, deməli ikinci olacaq q. Düzgün fikirlər. Samitlərin üçü cingiltilidir. T, v, q. Samitlərdən üçü cingiltilidir. Deməli v və q yox. İkisi kar, ikisi cingiltilidir. Bu yanlışdır. Kar cingiltili samitli cütlüyü var. Bəli, k, q var. Doğrudur. Yazışı və deyiliş arasında 2 fərqli məqam var. Xeyr, 1 fərqli məqam var. 3 hecalıdır. Bütün saytlar açıqdır. Doğrudur. Vurğu son hecaya düşür. Təvəqqi, bəli, axırıncı hecaya düşür. Doğrudur. Hövsələ sözündə fərq yoxdur. Hövsələ, hövsələ. Aha. Bütün saytlar açıq və incədir. Doğrudur. Ahəng qanunu pozulmuşdur. Xeyr, incə saytların ahəngi var. Vurğu sözün son hecasında hövsələ, bəli, axırıncı hecaya düşür. Yazışı və deyiliş fərqlənmir. Doğrudur. Dodaqlanan sayt uzun tələffüz olunur. Xeyr, uzun tələffüz olunma yoxdur. İstiqamət. A saytı belə deyək də buraya yazaq. İstiqamət deməli, ahəng qanunu pozulmuşdur. Doğrudur. Doğru fikirdir. Hərf və səslər sayca bərabərdir. Doğrudur. Vurğu 3-cü hecadadır. İstiqamət 4-cü hecadadır. Yanlışdır. 4 hecalıdır. 3 qapalı sayt işlənmişdir. Xeyr, 2 qapalı sayt işlənib. Uzun tələffüz olunan sayt yoxdur. Xeyr, var. Labüd səhv fikri soruşur. Yazışı və deyiliş arasında fərq yoxdur. Xeyr, yanlışdır. Saytların heç bir uzun tələffüz olunmur. Yanlışdır. Ahəng qanunu pozulmuşdur. Bəli, pozulub. 2 cingiltili l, b, 1 kar samit var. Bəli, doğrudur. D samiti, t, kar samitin cingiltili qarşılığıdır. Sözdə d səsi yoxdur. 5, 1, 2, 5. Namizəd sözündə namizəd A uzun tələffüz olunur. Namizəddə deməli yazışı və deyilişi fərqlənir. Bəli, fərqlənir, doğrudur. Cingiltili samitlə başlayıb cingiltili samitlə bitir. Xeyr, kar samitlə bitir. A saytı uzun tələffüz olunur. Doğrudur. T samiti D cingiltili samitinin kar qarşılığıdır. Bəli, T səsi var. Yalnız açıq saytlar işlənmişdir. Xeyr, burada i səs də var. O qapalı səsdir. Deməli, ideoloji sözündə ideoloji. İdeoloji vurğu axıra düşür. Deməli, həm açıq, həm də qapalı sayt var. Doğrudur. Saytlərdən ikisi qapalı. İkisi açıqdır. Xeyr, 3 dənə
açıq sayt var, yanlışdır. Hərf və səslərin sayı bərabərdir, doğrudur. Həm kar, həm də cingiltili samit səs var. Deməli, ideoloji yox, kar samit yoxdur. Ahəng qanuna tabe deyil. Bəli, doğrudur. Bizdən səhv fikri soruşduğuna görə olacaq 2 ilə 4. Maneə sözündə deməli fərq yoxdur. Səs və hərflərin sayı bərabər deyil, yanlışdır. Ahəng qanunu pozulmuşdur, doğrudur. Uzun tələffüz olunan sayt yoxdur, doğrudur. 2 cingiltili samit işləmişdir, m-n, doğrudur. 3 hecalıdır, 2 açıq, 1 qapalı, xeyr, qapalı sayt yoxdur. Doğru fikirlər dediyinə görə 2, 3, 4 olacaq. Tünd xasiyyət sözündə tünd t olacaq. Xasiyyətdə də xasiyyət. Dəqiqə buraya yazaq. Burada da deməli A saytı uzun tələffüz olunacaq. 3 cingiltili 5 kar samit var. Deməli t kar, n cingiltili, t kar, x cingiltili, daha doğrusu t kar, t kar yine x kar, n cingiltili, sonra y cingiltili, s kar, t kar. Burada nədir? 5 kar samit işlənib, 3 cingiltili. Axı burada 3 cingiltili yoxdur. Deməli 1, 2 dənə cingiltili samit var. Deməli bu yanlışdır. Sonra hərf və səslərin sayı bərabərdir. Xeyr, bərabər deyil. Kar samitlə başlayıb, kar samitlə bitir. Doğrudur. D samiti t kar samitin cingiltili qarşılığıdır. Sözdə d səsi yoxdur. Yanlışdır. Ahəng qanunu gözlənilməmişdir. Bəli, cavab olacaq 1, 2, 4. Deməli, abadlıq sözündə abadlıq. Hərf və səslər sayıca bərabərdir, doğrudur. 3 cingiltili, b, d, 2 cingiltili var, yanlışdır. Qalın saytların ahəngi gözlənilir, doğrudur. 3 hecalıdır, vurğu ikinci hecaya düşür, abadlıq axıra düşür, yanlışdır. 2 d cingiltili samit vardır, xeyr, bir dənə d var, bu da yanlışdır. Səhv fikirlər soruşduğuna görə 2, 4, 5. Təmənnasız sözündə A saytı uzun tələffüz olunur, yəni fərq yoxdur. Səhv fikir, yazışı və deyiş fərqlənmir, doğrudur. Qalın qapalı sayt uzun tələffüz olunur, doğrudur. Qarşılığı olan 3, qarşılığı olmayan 3, qarşılığı olan 3, qarşılığı olmayan 3 samit var. Baxaq, m, n, n qarşılığı yoxdur, s, z, t-nın qarşılığı var, doğrudur. Kar samitlə başlayıb, kar samitlə bitir. Z-la bitir, cingiltili de yanlışdır. 4 hecalıdır, vurğu sonuncu hecadadır. Bəli, təmənnası axıra düşür, doğrudur. Səhv fikirlə soruşduğuna görə deməli bir dəqiqə. Yazışı və deyilişi fərqlənmir, doğrudur. Qalın qapalı sayt uzun, qapalı sayt deyir. Yox, qapalı sayt deyil, açıqdır. Bu yanlışdır. Deməli yanlış olacaq 2 ilə 4. Tərtəmiz sözündə vurğu əvvələ düşür. 3 kar fərq yoxdur. 3 kar 2 cingiltili var. T, 2 kar 3 cingiltili var. Bu yanlışdır. 2 incə açıq, 1 incə qapalı sayt var. Doğrudur. Vurğusu sözün ilk hecasındadır. Doğru. Kar samitlə başlayıb kar samitlə bitir. Cingiltili ilə bitir. Vurğusu sözün son hecasındadır. Səhvdir. Düzgün fikirlər soruşduğuna görə 2 ilə 3.